Hər vaxtınız xeyir olsun. 2026-cı il ikinci şans blok imtahanına düşən sualın izahına baxırıq. Deməli, sualımız Python proqramlaşdırma dilinə aid olan sualdır. Dəyişənlərin qiymətlərinə baxmış olsaq, A45, B98, C-nin qiymətini isə yazıb ki, B2 slash işarəsi A faiz 10. Deməli, bu işarələr nə deməkdir? 2 slash işarəsi ədədi bölür tam hissəni götürür. Faiz işarəsi isə ədədi böldükdən sonra kəsir hissəni, yəni qalıq nədirsə onu götürür. İndi biz baxmış olsaq, ilk növbədə B-ni A-ya bölüb və tam hissə nədirsə onu götürməliyim. B-miz 98-dir, A isə 45-dir. 98-i 45-ə bölmüş olsam, tam olaraq 2 dəfə düşür. 2 faiz 10. İndi isə 2-ni 10-a bölməliyim. 2-ni 10-a bölüb qalıq nədirsə onu götürməliyik. 2-ni 10-a böləndə 0-2 olur, yəni kəsr hissədə 2 olur. C də olmuş olacaq 2. Ondan sonra isə proqramımız işə düşür. Deməli, proqram şərt operatorlarına aiddir. Şərt də nədir? If-dir də. Əgər deyir, bu şərt ödənirsə, bu zaman, baxın, bunun daxilindəki proqramda işləyəcək. Yox, əgər bu if ödənməsə, bu şərt ödənməsə, bu zaman else-yə baxa bilərik. Else-dən nə deməkdir? Yəni digər, əks halda. If ödəndisə, bu proqram işləsin, yəni else-yə ehtiyac qalmasın. Yox, əgər if ödənməsə, bu zaman əks halda, baxın, bu proqrama baxa bilərik. İndi deməli, nə deyir bizə? Deyir, A-nı C-yə böldükdə qalıqda 1 alınırmı? A-nın qiyməti nədir? 45. C-nin qiyməti isə 2-dir. 45-i mən 2-yə böləndə qalıqda 1 qalırmı? Qalır. Çünki tək ədəddir və tək ədədi də 2-yə bölsəm, qalıqda 1 qalmış olacaq. 22, qalıqda da 1. Yəni, bu şərt ödəndi. Bu şərt ödəndisə, artıq əks haldaya baxmaya ehtiyac yoxdur. Yəni, else-yə baxmamıza ehtiyac yoxdur və if-in daxilindəki proqram işləyəcək. Nə deyir? B-nin qiyməti nə yazıb? B-ni böl C-yə və tam hissəni götür. Yəni, 2 dənə slash işarəsi tam hissəni götürmək deməkdir. Deməli, B-nin qiyməti 98-dir. 98-i mən 2-yə bölüb tam hissəni götürməliyəm. 98-i 2-yə böləndə 49 olur. Yəni, B-nin qiyməti, yeni qiyməti artıq 49-dur. Sonrasında bu if-in, baxın bu, if-in daxilində də bir dənə if var. Yəni, buna da biz baxmalıyıq. Əgər bu if doğru olsa, bunun daxilindəki proqram işləyəcək. Yox, əgər doğru olmasa, bu zaman else-yə keçə bilər. Yəni, else nə zaman keçilir? If ödənmədikdə, şərt ödənmədikdə else işə düşür. Baxıram, nə deyir? B-ni 2-yə böl, qalıqda 1 qalınırsa, bu proqram işləsin. Həqiqətən də B-imizin qiyməti nədir? 49. Və dediyim kimi, tək ədədi 2-yə böldükdə qalıqda hər zaman, yəni 1 qalmış olur. Yəni ki, bu da ödənəcək. Ödənirsə nə deyir? B-nin üzərinə 1 gəl. Yəni 49-un üzərinə 1 gəlsə, o da olacaq 50. Yəni artıq bu else-yə baxmamıza ehtiyac yoxdur. Birinci şərt operatoru bitdi. Artıq bunun işi bitdisə, ikinci if operatoruna baxır. Burada da həmçinin bu if-in else-si də baxın budur. Yəni özü ilə eyni səviyyədə dayanan. İndi baxıram, əgər if şərti ödənsə, print A-la B-nin cəmi olacaq. Yəni A-la B-nin cəmini çapa verir proqram. Yox, əgər ödənməsə, bu zaman print B-lə C olmuş olur. B-lə C-nin cəmi. İndi baxıram, nə deyir? B A-dan böyükdürmü? B-imizin qiyməti nə idi? Artıq bu B-yə baxmamıza ehtiyac yoxdur. Çünki B-nin yeni qiyməti var 50. 50 böyükdürmü A-dan? A-nın qiyməti nədir? 45-dən. Həqiqətən də 50 45-dən böyükdürsə, artıq şərt ödənəcək. Yəni artıq bu else baxmamıza ehtiyac yoxdur. Nə deyir? Print A üstə gəl B. Yəni A-la B-ni cəmlə. A-nın qiyməti 45-dir, B-nin qiyməti də 50. 45 ilə 50-nin cəmi də olur 95. Yəni proqram çapa 95-i vermiş olur. Belə.